parça eləyən Muska bulutdaydı. Neydi? Aşağı bak. Aşağı bak da. Qardaş deməli həm adaşımdır, həm də ki deyir qardaş, mən gəlmişim deyir sənin yanıma. Nəsə deyir tanış gəlirsən də mənə. 3 motor, X5-dir, F15-dir. Deyir nəsə tanış gəlirsən deyir, ha fikirləşən ki mən bunu hardan tanıyıram. Axırda bir yerdən tanış çıxdı ki, qardaşla eyni paralel vaxtda universitetdə oxumuşuq. Sadəcə o sən 7-ci mərtəbədə idin də inşaat. Hə, qardaş 7-ci mərtəbədə idi inşaat 1-ci korpusda. Mən 13-cü mərtəbədəydim şeydən. Avtomobil mexanika mühəndisliyi bitirmişəm mən. Maşallah. Ürəyincədir. Həm adaşımdır, həm də ki deyir qardaş mən oradan yadıma düşdü ki, universitet bir yerdə oxumuşuq. Deməli BMW X5 F15 modeldir gətirmişdi yanıma. Dünən gətirdi qoydu, dedi gedirəm işlərim var, sabah götürərəm. Maşında bir neçə işlər gördük, profilaktik işlər gördük. Açmış şamları özü aldı gətirdi. Ondan sonra yağ kitabçasından sanilikində problem var idi, qurumuşdu artıq. 180 min yürüyüş məsafəsi var və dəyişilməyə ehtiyacı var idi, çünki nəmlənirdi. Onu elədik, bir də üst qışqa prokladkası. Baxmayaraq ki tanışımdır, yenə də adət ənənəni pozmayaraq bütün videoların nə iş görürük, hamısını çəkdim, göndərdim qardaşa. İndi də çıxdıq tez sürüş eləyirik və xeyirli olsun qardaşım mənim. Xeyrin görəsən. Narazılığın yoxdur abi. Süper. Təşəkkürlər. Kimin ki avtomobilində problemlər var, həm qulluq, həm check-up yoxlanışı bizim servisə yaxınlaşa bilərlər. Sağ olun.